Bizdə mövcud olan qaydaların tələblərinə görə uşaqlar üçün, yəni azyaşlılar üçün və böyüklər üçün çimərliklər ayrı kriteriyalara uyğun təşkil olunmalıdır. Uşaqlar üçün müəyyən olunmuş dərinlik həddi belə ölkəmizdə mövcud olan su obyektlərindən istirahət və idman məqsədi ilə istifadə qaydalarında öz əksini tapıb. Lakin təəssüflər olsun ki, ölkəmizdə demək olar ki, uşaqlar üçün nəzərdə tutulmuş çimərliklər yox dərəcəsindədir. Ona görə valideynlərin bu sahədə nəzarəti qat-qat artıq olmalıdır. Çünki uşaqlar öz yaşlarına uyğun olmayan çimərliklərdən istifadə etməyə məcbur qalırlar. Bundan əlavə olaraq sizin qeyd elədiyiniz məsələyə... Məncə Bakıda yoxdur heç belə ki, uşaqlar üçün nəzərdə tutulmuş çimərlik. Lakin qaydaların tələblərinə görə uşaqlar üçün ayrı bir normaları var, ayrı bir dərinlik hədləri var ki, uşaqlar ümumi istifadədə olan çimərliklərdən yox, özlərinə, öz yaşlarına uyğun olan çimərliklərdən istifadə etməlidirlər.